Salam, sizi yeni bir videomdan salamlayıram. Bugünləri sizlərlə birlikdə pirog hazırlayacağım. Yaydı, istemedim ki kremli bir şey olsun. Yüngül, atıştırmalı bir şirniyyat hazırlayacağım. Umaçlı pirog edəcəm. Pirog üçün 4 stakan un götürmüşəm. 2 ədəd yumurta, 250 qram yağ, 2 stakan yarım da şeker tozu. Əvvəlcə unla 250 qram yağı umaz edib, sonra üzərinə o birisi ərzaqları tökəcəm. 1 stakanda qatıq, 1 çay qaşığı isə soda töküb biraz acısın. Onsuz da bilirsiniz ki soda tökən kimi qatıq acır. Ona görə də elə töküb üstünə də çalacağım. Əvvəlcə 250 qram yağı umaz edib, sonra pisoqu qatacağım qızlar. Yəni içliyi elə də çətin bir şey deyil. Yəni hamının evində olan bir yəni ərzaqdır. Tez hazırlanan, yüngül, tez hazırlanan bir yəni şirniyyatdır. Ən çox mən bunu yayda bişirirəm. Ona görə ki, yayda yəni kremli bir şeyləri yemək biraz həm qorxulu olur, həm kremli, yağlı adamı tutur. Ona görə çox adam yeyə bilmir. Ona görə quru bir şeyləri bişirməyə üstünlük verirəm. Amma özümün ürəyim gedir kremli şirniyyatdan ötəri. Amma yay olduğu üçün çox istifadə etmirəm, çox bişirmirəm. Ona görə az-az bişirirəm. Adətən quru şirniyyatlara yayda daha çox üstünlük verirəm. Belə qızlar, sizlər necə? Sizlər də bişirirsinizmi? Yəni kremli şirniyyatlarımı daha çox sevirsiniz, yoxsa belə quru şirniyyatlarımı? Yayda kremli şirniyyatlardan yəqin ki hamımız qaçırıq. Sizlər də qaçarsınız. Yəni krem olduğu üçün biraz adam qorxur. Ona görə mən də çox kremli şirniyyatlar bişirmirəm. 2 stakan yarım da şeker tozu tökürəm etdiyim umaca. Umac əlimlə umac edirəm. Deyirsiniz ki, niyə əlcək taxmamısan? Qızlar, mən əlcək taxa bilmirəm. İstər ev təmizliyi olsun. Onda belə yəni hansısa bir yəni kimyəvi maddələrlə işləyəndə belə, yəni evi təmizləyəndə belə, onda belə taxa bilmirəm. Əlimi yandırsa belə onunla mən yəni əlcəksiz istifadə edirəm. Belə də yəni deyirsiniz ki, yəni necə deyim, əlcəksiz istifadə etmirsən. Amma hər dəqiqə əlimi yuyuram. Mən yağlı şirəli yəni dura bilmirəm. İndi gördüyünüz kimi bayaq əlimi getdim, tez yudum. Ondan sonra gəldim, qarışdırdım ki, dura bilmirəm. Özümdən asılı deyil. Evdə yəni istifadə etmirəm. Bilmirəm istifadə edənləriniz var, yox aranızda, amma mən heç cürə istifadə edə bilmirəm əlcək. Heç hamamı belə təmizləyəndə də belə o əlcəksiz istifadə edirəm. İndi bilmirəm sizlər necə? Sizlər də edirsinizmi? Bəzən elə olur Faberlikin o yağ çözücüsü belə olsa, əlimin hardasa bir balaca bir yarası olsa belə, onu açsa belə onu istifadə edə bilmirəm. Nə qədər bacarıram taxam, amma taxa bilmirəm. Belə qızlar, qatığa da bir qaşıq soda tökdüm. Elə qarışdıra da üzərinə tökürəm. Qarışdırıb üzərinə də 2 ədəd yumurta. Qorxmayın, bərk deyəndə qatı olur. O qatılığından qorxmayın. Çox gözəl yumşaq çıxır. Yəni günlərlə qalsa da belə, yəni bu umaçlı pirog heç vaxt qurumur. Ağızda daha da ovulur, belə deyim. Çox gözəl olur. Çayla içməyə çox gözəl olur. Mən ümumiyyətlə ağızda ovulan şirniyyatları çox sevirəm. İndi bilmirəm sizlər necə? Sizlər də sevirsinizmi? Yəni 2 ədəd yumurta çalıb üzərinə qarışdırırıq. Qatı bir xəmiri olur. Amma sinini yaxşı yağlamaq lazımdır ki, qızlar çıxanda yaxşı çıxsın. Yaxşı yağlayanda yaxşı da çıxır. Belə qızlar. Mən bişirdim. Sizlər də bişirə bilərsiniz. Resepti belə, yəni at bölməsinə yazmaq istəmirəm deyə də, yəni videoda dedim. İndi hər halda yəqin ki videomu izləyənlər də başa düşər. Çünki ərzaqlar da masanın üzərində idi. Yəni gördünüz nə tökdüm, yəni hansı ərzaqı tökdüyümü gördünüz. Belə qızlar.
Sizler hansı şirniyyatları sevirsiniz? Şirniyyat sevirsinizmi? Düzdür, şirniyyat adamı çox kökəldir, amma yenə də şirniyyatsız günümüz olmasın. Şirniyyat yəqin ki, hər evdə yəni sevilir, hər evdə olur. Yəni olmamış olmaz bilirəm. Çünki ən azından bir gündən bir də olsa şirniyyat sevirik, şirniyyat istifadə edirik. Evdə olmasa da belə alırıq, yəni çayın böründə istifadə edirik. Belə deyim qızlar. Üzəri üçün isə istəsəniz umaç yağ, pesok olanda bir stakan götürə bilərsiniz. Amma mən götürmədim. Əlavə bir yəni bunu siniyə tökəndən sonra əlavə mən yağ, un, pesok umac edib qoydum qırağa ki üzəri qızarana yoxun tam qızartmırıq. 180 dərəcədə bişəndə biraz üzəri qaysaq bağlayanda belə deyim, o umacı tökəcəm üzərinə. Yəni videoda görəcəksiniz. 180 dərəcəlik yəni sobada bişirirəm. Əvvəlcədən qızdırılmış 180 dərəcədə sobada bişirirəm. Baxıram, indi lazım olsa biraz artırıram, amma yəni heç artırmağa ehtiyac da yoxdur. 180 dərəcədə bişiriləndə daha gözəl olur. Çünki həm sərin-sərin bişir, həm də içi bişir. Yəni tez bişəndə altı ötür, belə deyim, içərisi çiy qalır, linç qalır. Ona görə də sərin-sərin bişirmək yaxşıdır. Belə sinini yağlayıram qızlar. Yaxşı yağlayanda yapışmır. Yağlı kağızdan istifadə etmirəm. Yəni heç bu piroqda yağlı kağızdan istifadə etməmişəm. Hər zaman da yağlayıb, yaxşı yağlayandan sonra yaxşı da çıxır. Yəni ehtiyac deyil, yəni yağlı kağıza istifadə etməyə. Belə qatı bir xəmir alınır. Qorxmayın ki, bərk olacaq. Yox, bərk olmur. Çünki bunun yağ, un, umac edilibdir. Yəni yumşaq olur, ağızda ovulur. Belə deyim qızlar. Mənim sinim, yəni orta boy ölçüdədir. İstəsəniz siz 4 küncdə də edə bilərsiniz və yaxud da yenə də yumru, iridə də edə bilərsiniz. Mənim dediyim kimi sinim nə elə balaca deyil, nə elə böyük sinilərdən deyil. Orta ölçüdə olan sinilərdəndir. Hər tərəfinə belə yayıram ki, hər tərəfi eyni boyda, yəni sinidə olsun. Köpəndə bir tərəfi, yəni qalxıb bir tərəfi sin olmasın. Hər tərəfinə düz yayanda, maili yayanda yaxşı olur qızlar. Belə. Qızlar, yenə deyirəm, hər birinizin hər videoda dediyim kimi fikirləriniz mənim üçün maraqlı olar. Mənim ən çox yorumlarda fikirləriniz mənim üçün maraqlı olar. Yorumlarınızı gözləyirəm. Baxıram, video sayı baxış çox olub, amma yəni yorum az olub. Baxış çox olub, yorum azdır. Ona görə yəni bunu da YouTube bizdən tələb etdiyi üçün sizdən xahiş edirəm ki, yəni yorumlarda fikirləriniz mənim üçün maraqlı olar. Yorumların yəni oxuyuram, sizə də yəni sevə-sevə də cavablandırıram. Hər bir yorum da mənim üçün maraqlıdır ki, hər bir insanın fikrini öyrənmək mənə daha maraqlı olar ki, nə tərzdə yəni istər videolar olsun, istər hansısa nəsə bir fikir yönətsinlər, bir sual versinlər, mənim üçün maraqlı olar. Çünki bunu bizdən YouTube tələb edir. Baxış sayı, abunə sayı var, baxış sayı var, amma rəy sayı azdır, belə deyim. Belə umac etdim qızlar. Biraz qoydum. Gördünüz ki, qıraq hissələrində biraz qızartı var. Həmən o hissə üzə götürmək lazımdır ki, umacı töküb. Çünki umacı gecikdirəndə də umac üstündə yəni dağılır. Amma belə tez olanda üstündə yapışır. Yəni xəmirlə bərabər bişir. Belə deyim. Umacı da mən biraz artıq etmişdim. Dedim töküm, elə yəni qalmasın, heyf olmasın. Siz istəsəniz, yəni dediyim kimi əvvəlcədən o umac hazırlayanda bir stəkanı götürüb məhz sizə bəs edər. Gördüyünüz kimi mən üzərini bol umacla etdim. Siz istəsəniz az da edə bilərsiniz. Yəni bir stəkandan edə bilərsiniz. Mən indi burada çox etmişəm. Ona görə də bol yəni tökürəm.
Qoyacam yenə bişsin, üzəri də bişsin. İçərisini də yenə də pışqa çöpündən və yaxud da tiş zubatiskasından götürüb yoxlayıram ki, içərisi yəni çiğ deyil, bişibdir. Ondan sonra götürürəm. Yəni içərisi qırmızı olur, alt hissəsi biraz qızarır qızlar. Ondan qorxmayın, yanmır. Əsas odur ki, baxın ki, yəni ötürməyin. Qızartılığı yəni belə deyim, pirokun özündə içərisində özünün qırmızı olur. Ondan qorxmayın ki, ötürdüm və yaxud da altı ötdü. Sadəcə sərin-sərin bişirəndə çox gözəl olur. Həm içərisi bişir, həm də altı ötmür, belə deyim. Mən hər hamısını üzərinə tökdüm. İndi aparıb yenə sobaya qoyacağam. Qızarsın tam. Yaxşı qızarsın, ondan sonra götürəcəm. Belə qızlar, mənim yəni pirokum hazırdır. Çox gözəl oldu. Gördüyünüz kimi üzəri də biraz qızarıb, yəni çox da ötürməmək şərti ilə. Gördüyünüz kimi üzəri də qızarıb, içərisi də içdi. Doğrayanda indi görəsiniz. Çox gözəldir. İndi qoydum biraz soyusun 5-3 dəqiqə. Ondan sonra başlayacağam doğramağa. İsti-isti doğramayın qızlar. Həm isti-isti deyirlər ki, adam məsələn hansı istər çörək olsun, istər şirniyyat olsun, isti-isti adam bıçaq vurmaz, amma biraz soyusa daha yaxşı olar. İsti-isti olanda biraz da elə bir bıçaq yaxşı kəsmir, belə deyim. Qırır, yəni şirniyyatı qırxlayır, qırağını yaxşı çıxartmır. Ona görə də biraz soymağını gözlədim və doğrayıram. Çox da gözəl köpmüşdü, belə deyim. İçi də iç olmuşdu. Şişməyi də çox gözəl idi. Yəni sizlər də bişirə bilərsiniz. Hansat bir şirniyyatdır, yüngül bir şirniyyatdır. Əsl yayın bir şirniyyatıdır, belə deyim. Biz sevə-sevə, mən sevə-sevə bişirdim. Evdəkilər də sevə-sevə yedilər. Sizlər də bişirə bilərsiniz. Evdəkilər də sevə-sevə yeyərlər. Belə qızlar, sağ olun. Allah amanında qalın. Göz haqqınızı halal edin. Hər birinizin fikirlərinizi yorumlarda gözləyirəm. Abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Gördüyünüz kimi qızlar, yəni altı qızarmağına baxmayın, yanmayıb, yəni narahat olmayın. İçərisi də qızarıb, yəni alt hissəsi də, yəni belə olur. Yəni ondan qorxmayın. Sərin-sərin də bişirəndə içi də yaxşı bişir. Yəni linç qalmır. Yəni rahat 180 dərəcə ilə bişirə bilərsiniz. Doğrayım, servis edim. Yəni uşaqlar da çayla içsinlər. Dedim bir şirniyyatla bir çay içək. Tez bazar nəsə bir şirniyyat edim. Elə ağlıma bu gəldi. Dedim həm də neçə vaxtdır şirniyyat yəni videosu çəkmirəm. Hasant bir yayın bir şirniyyatını istədim sizlərlə çəkim, paylaşım. Sizlərlə, sizlərin də fikirləri mənim üçün maraqlı olar. Sizlər hansı şirniyyatı sevirsiniz? Kremli, kremsiz, yayda hansı şirniyyatlara daha çox üstünlük verirsiniz? Belə qızlar, çox gözəl alındı. Sizlər də istəsəniz bişirə bilərsiniz. Sağ olun, yenə deyirəm. Allah amanında qalın. Göz haqqınızı halal edin. Növbəti videolarımda görüşənə qədər. Sağ olun qızlar.